Və qeyd edim ki, xaricdə təhsil üzrə bugün müəyyən bir proqramlar var, müəyyən bir təkliflər var, amma ki, heç də hər birinə etibar etmək, inanmaq olmur. Nəyə görə? Çünki biz övladımızı etibar edirik. Edu Tesla xarici təhsil və viza mərkəzindən studiyamızda xarici təhsil üzrə mütəxəssis Məhəmməd Xəlillidir. Sabahınız xeyir olsun Məhəmməd bəy, xoş gördük. Xoş gördük. Mən ilk növbədə istərdim siz Edu Tesla haqqında məlumat verəsiniz. Fəaliyyəti nədir, hansı istiqamətlərdir? İlk öncə dəvətinizə və diqqətinizə görə dərin təşəkkürümü bildirirəm. Biz Edu Tesla xarici təhsil mərkəzi olaraq artıq 10 ildən çoxdur ki, fəaliyyətdəyik. Fəaliyyətimiz çərçivəsində əsasən xarici təhsilin üst təhsil pilləri üzrə fəaliyyətimizi davam etdiririk. Bakalavr, magistr və doktorantur üzrə. Tələbələr biz əsasən Türkiyə və Avropanın bir sıra nüfuzlu universitetlərlə əməkdaşlıq çərçivəsindəyik və əməkdaşlıq etdiyimiz universitetlərin hər birinin beynəlxalq lisenziyası və akkreditasiyası mövcuddur. Əsasən bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm ki, bilirsiniz ki, valideynlərimizin bu əsas narahatlığıdır ki, hansı ki, tərəfdaşlıq etdiyimiz universitetlərin diplomları Azərbaycanda tanınırmı? Bəli. Tərəfdaşlıq etdiyimiz universitetlərin hər birinin qeyd etdiyim kimi beynəlxalq lisenziyası var və Azərbaycanda Azərbaycan Respublikasının qanun vericiliyinə uyğun şəkildə diplomlarımız tanınır. Xidmətlərinizə nə daxildir? Məsələn, müraciət eləyir kimsə. Əsasən xidmətlərimizə xaricdə təhsil və viza xidmətləri daxildir. Əsas məsələlərdən biri bəli, viza məsələsi. Yəni biz tək tələbələri yönləndirərkən xaricdə təhsil deyil də, əsas olaraq Avropanın bir sıra nüfuzlu ölkələrinə, şəhərlərinə, universitetlərinə viza xidmətləri də fəaliyyət, bu çərçivəmizdə fəaliyyət göstərir. Məhəmməd bəy, bizdə əslində bu sayədə bir xeyli rəqabət də var, bir xeyli, yəni təbii ki, olan içində nüfuzluları var, hansı ki, insanlar ona inanır, güvənir və sizin kimi illərlə bu sayədə artıq xidmət göstərir insanlara. Bir də indi yeni yarananlar var, yaxud az müddətli yarananlar var. Edu, deməli, Tesla'nın özəlliyi və yaxud fərqi nədən ibarətdir? Əsasən, çox düzgün sual qeyd etdiniz. Əsasən, bir sıra bilirsiniz şirkətlər var ki, hansı ki, biz bunlara mövsümü şirkətlər deyirik. Hansı ki, bu şirkətlər, bəli, 3 ay, 2 ay ərzində fəaliyyət göstərir. Bizim şirkətimiz artıq yetəri qədər resurslu, buna bizim sosial medialarımızdan da baxa bilərsiniz, izləyə bilərsiniz, tələbələrimiz, valideynlərimiz baxa bilər. Şirkətimiz 10 ildən çoxdur ki, fəaliyyət göstərir və şirkətimiz daxilində artıq 5000-dən çox biz tələbə yola salmışıq və tələbənin biz müqaviləsini bağladıq, müqaviləsini bağladıqdan sonra yekunlaşdırmırıq. Tələbənin A-dan Z-yə qədər bütün fəaliyyətində dəstək oluruq, bütün proseslərdə yanında oluruq. Bilirsiniz, valideynlərin əsas narahatlığı əsasən qız övladları üçün orada qalma olsun, yerləşdirmə olsun, oturum izni məsələləri olsun. A-dan Z-yə qədər bütün tələbələrimizə dəstək oluruq. Siz dediniz, Türkiyənin və Avropanın ali təhsil ocaqlarına konkret olaraq, məsələn, hansı ölkənin hansı universitetləridir? Məsələn, Türkiyədə yerləşən Ankara Dövlət Universiteti, İstanbul Teknik Universiteti, Yıldız Teknik Universiteti, Orta Doğu Teknik Universiteti, Avropada yerləşən, Amerikada yerləşən, yəni bu suya köklü universitetlərlə əməkdaşlıq çərçivəsində. Məsələn, valideyn müraciət edir. Məsələn, elə insanlar var ki, bölgələrdən müraciət edirlər Azərbaycanın müxtəlif ərazilərində. Yəni, gəlib burada günlərlə vaxt itirmək məsələsi varmı, yoxsa gəlirlər, siz artıq bütün bu məsləhətləri verirsiniz? Yəni, proses necə olur? Prosedurun özü necə olur? Proses ümumiyyətlə, belə deyək, valideynlərin hər hansı bir narahatlığına ehtiyac yoxdur. Biz onlayn şəkildə konsultasiyalarımızı gerçəkləşdirə bilirik. Valideynlərlə birbaşa da konsultasiyalarımızı gerçəkləşdirə bilirik. Valideynlər bizə müraciət etdikdə adətən bir həftə ilə 10 gün iş gün ərzində artıq bütün prosesimiz yekunlaşmış olur. Bir də Məhəmməd bəy, bir məsələ var. Bu sənəd-sünəd işi, əslində mənim öz övladım Türkiyədə oxuyur, tələbədir, bəli. Və mən həyatımda bəlkə də ən düzgün addımlardan birini o zaman atmışam. Düzdür, adam çox düşünür, qız uşağı və s. necə olacaq, nətər olacaq. İnandırım sizə, bugün mən maşallah doğrudan da deyirəm ki, həyatımda attığım ən düzgün addımlardan biridir. Çünki uşağı mən tələbə olaraq da belə həm şəxsiyyət kimi formalaşmasını tanımıram mən, yaxşı mənada. Ona görə də yəni çoxlu sənəd-sünəd işlərindən keçdi. Yəni bu doğrudan da zəhlə tökən bir işdir. Bu məsələlərdə kömək olurmu sizin? Təbii ki, bu məsələlərdə bizim kollektivimiz yetər qədər dəstək olur. Yəni prosesin tənzimlənməsi qeyd etdiyim kimi 7 iş gündən 13 gün ərzində tənzimlənir. Yəni o dediyiniz məsələ bütün bu sənəd-sünəd işlərində daxildir. 7 iş gündən 13 gün ərzində bütün sənədlərimizi yekunlaşdırırıq. Bir məsələ əsas vacib məsələdir. Bax, indi vaxt zaman məsələsi. Çünki mütəmadi olaraq belə deməli mərkəzlər
yaxud belə xidmətlər təklif olunur. Bu il boyu davam edir. Amma valideynlərin çox maraqlandıran bu nə zaman bu transfer deyə, bu qəbul gerçəkləşə bilər? Yəni indidirmi vaxtı, yoxsa hələ varmı vaxtına? Yəni bizdəki kimi bəli, bizdə hamı bilir ki, bizdə konkret vaxt var. Vaxt var. Buraxılış, qəbul imtahanı və girmədin, qaldın. Yəni burada necədir vəziyyət? Təbii ki, müraciətlər ölkələrin müəyyən qəbul şərtləri və qaydalarına uyğun dəyişir. Əsasən müraciətlərimiz artıq başlamışdır. Aprel ayının 15-dən sentyabr ayının sonlarına qədər müraciətlərimiz davam edir. Və tələbələrimizə qeyd etmək istəyirik ki, mütləq şəkildə sizin efirdən bizə yaxınlaşan tələbələrə də mümkün qədər endirimlərimiz olacaq. Mütləq şəkildə yararlansınlar. Mütləq xəbər ertəsinin adını verin, əziz və hörmətli valideynlər, əziz bəli abituriyentlər və gözləməyin. Mən özüm də artıq bu yolu keçən bir valideyn kimi deyə bilərəm ki, hər gün itkidir. Hər gün uşağınızın uğrundan gedir. Çünki yerlər, o el arasında söz var, bezrazmer, rezin deyil. Çünki yerlər dolur xüsusilə Türkiyə istiqamətində. Mən bunu qeyd eləmək istəyirəm. Elə uşaqlar var ki, artıq burada yox, illər əvvəldən 9-cu, 8-ci sinifdən Türkiyənin ali təhsil ocaqlarına hazırlaşırlar. Bundan başqa əsas məsələlərdən biri uşaqların yola salınması, uşaqların orada qarşılanması, yataqxana ilə təminatı. Bu məsələlər haqqında istəyirəm. Türkiyənin ümumilikdə 80-dən çox şəhəri var, belə deyək. Biz əsasən bilirsiniz ki, dil və din bərabərliyi olaraq əsasən qardaş ölkə Türkiyə valideynlərimizin bəli, bugün elə ən təhlükəsiz istiqamətdir desəm yanılmaram. Bu verdiyiniz sualda, yəni biz intensiv olaraq tələbələrimizə mütəmadi dəstək şəklindəyik, mütəmadi 7/24 əlaqə çərçivəsindəyik. Tələbə artıq təyyarədən endiyi andan bizim Türkiyənin bütün şəhərlərində nümayəndələrimiz tələbələrimizi qarşılayır, yerləşdirir və yataqxana ilə təmin edir. Məhəmməd bəy, bundan başqa bəzən insanlar var ki, valideyn mütləq deyir ki, sən mütləq bax bu ixtisasa getməlisən. Siz özünüz ayrıca uşaqların özləri ilə danışırsınızmı? Onun potensialı, hansı ixtisasa yönəldilməsi? Bu çox mühümdür. Təbii ki, biz tələbə bizə yaxınlaşarkən biz tələbənin ümumilikdə tam orta təhsil haqqında attestatına baxırıq. Və attestatında aldığı qiymətlərə əsasən ümumi fənlərdən bir, ümumi ortalama balına baxırıq. Təbii ki, tələbənin baxırıq ki, tələbə humanitar yönlü fənlərə daha çox meyillidir, yoxsa texniki yönlü fənlərə daha çox meyillidir. Bunun əsasında bir qərar verir. Bir məsələ də var. Dostlar, bir məsələ mən qeyd edeyim. Burada bir qonağımız da var. Onu dəvət edəcəkdim. Doğrudan elə bildim, sən sualı keçirsən. Gəlin, xahiş edirəm. Xanım Şahin qızı da bizimlə birgədir. Elə eyni mövzudan danışacağıq. Bugün hamımız gecikirik. Mən özüm son məqamda gəlib çatmışam. Xacılar var, amma bir məsələni az öncə Məhəmməd bəy dedi, amma biz o sənədləri sadalamadıq. Çünki bizə baxanlar var. Məhəmməd bəy dedi, 10 gün ərzində bütün bu sənədləşmələr bitir. Nələr lazımdır və nə belə deyək, valideyn əlində deyir ki, onu birinci axtarıb tapmaq lazım, o sənədi. Yəni, bəzi sənədlərin şəxsiyyət vəsiqəsi və s. üzərimizdə olur. Amma az sənədlərdir ki, bu tələb olunur bu 10 dəqiqə ərzində. Buyurun, buyurun. Əvvəla sabahınız xeyir olsun, üzrlü sən gecikdiyim üçün. Qısaca məlumatları bildirmək istəyirəm ki, lazımi sənədlər sırasında təbii ki, ilk növbədə tələbənin xarici pasportu və 11-ci sinif attestatıdır. Əgər bakalavr üzrə müraciət edirsə, ancaq doktorantura və magistratura üzrə müraciət edirsə, ali təhsil haqqında diplomları lazımdır və əlavə olaraq da transkripti mütləq şəkildə olmalıdır tələbənin. Digər lazımi sənədləri isə, məsələn, vizalı olan ölkələrə müraciətdirsə, onları mərkəzimizin viza dəstəyi də var. Ayrıca olaraq bunu xüsusi qeyd edib. Viza dəstəyi vasitəsilə biz tələbələrə lazımi sənədləri hər bir qaydada ətraflı şəkildə köməklik göstəririk. Bundan başqa hansı bəzən çətinliklər gözləyə bilər tələbələri, adaptasiya və s. Tələbələri gözləyə biləcək çətinliklərdən biri təbii ki, tələbənin adaptasiya olmasıdır gedəcək ölkəyə. Amma biz mərkəz olaraq tələbələrimizə yardımcı oluruq, ölkə barədə öncədən məlumat veririk və eyni zamanda da tələbənin bəzən elə olur ki, sənədləri geç çatdırır və s. Ancaq yəni biz mərkəz olaraq tələbələrə zaten bütün prosesi ətraflı şəkildə izah etdiyimiz üçün çox da bir problem olmur. Adaptasiya zamanı bəli, müəyyən çətinliklərlə qarşılaşır tələbələr, amma əladır. Sonra artıq bəli öyrənir. Orada təhsil aldığı müddətdə tələbə indi müəyyən məsələləri valideynlərlə həll edir. Heç amma sizinlə hansı adətən müraciət, nə formada müraciət edir? Yəni nəyə ehtiyac olur ki, sizə müraciət edir? Artıq oradadır və oxuyur. Bəli. Artıq tələbə deyək ki, təhsil alacağı ölkəyə yollanıb, gedib, təhsilinə davam edir. Bu zaman ən birinci növbədə müraciət etdiyi ölkədə oturum izninin alınmasıdır. Yəni yaşayış icazəsi istər
təhsillə bağlı və ya nə məqsədlə gedibsə, onunla bağlı mərkəzimiz köməklik göstərir. Eyni zamanda da təhsil müddəti boyunca tələbənin dərslərində və yaxud da universitetində hər hansısa bir çətinlik yaranarsa, yenə mərkəzimiz tərəfindən tələbəyə məlumat verilir və yaxud da köməklik göstərilir. Yəni qəbul aldı, bitdi. Sağ olun. Bax, bu möhtəşəmdir dostlar. Bu cavabı mən gözləyirdim, çünki hər mərkəz bunu eləmir. Və qısaca lakanik olaraq əlavə etmə, hər hansı bir sözünüz varmı valideyn? Bəli, təbii ki var. Valideyn və tələbələrə bildirmək istəyirəm ki, yəni bəzən bəzi şeylərin olmaması hər şeyin sonlanması demək deyil. Hər zaman bir çıxış yolu var. Müraciət etsinlər və yüksək keyfiyyət əsasında təhsil alsınlar. Təşəkkür elədi. Elə bəzən insanın fikri o qədər bağlı qapıda qalır ki, bu tərəfdən açılan qapını görmür. Ona görə də qapılar açılır. Görün, EduTesla mərkəzi. Bizdən bugünlük bu qədər. Əziz tamaşaçılar, uşaqları qorun, valideynləri unutmayın. Yolunuz açıq olsun. Xaricdən savad idxal eləyin dostlar. Bundan gözəl idxal yoxdur.